Evet, iş saatim bitdi, amma işlə bərabər mən də bitdim. Həqiqətən də gözlərimin necə buraları ağrıyır. Sifariş yazmaqdan, mail yazmaqdan, vazifaat işləməkdən ölürəm də, day başım şişib. Yeni əraziyə gəlmişəm. Yeni ərazi firmada işləyəndə başa düşər mənə. Bir adam alışdığı bir yerdən başqa bir əraziyə gedəndə ona çətin gəlir. Amma bir şey yaxşıdır ki, Əhməddən Nargiliyə gedib gəlirəm. Yaxındır evimə. Amma yeni əraziyə alışmaq mənə hələ çox çətin gəlir. Ərazilərdə ancaq vazifaat təmizləyirəm, maillər yazıram, ölürəm də. Neysə, gedək və biraz dincələk. Görək başımıza nə iş gəlir. Məqimi dəyişmirəm. Bir-iki dənə işlərim var. Onları görüm. Sonra rəfiqəmə gedəcəyik Ağşəhərə kofe içməyə. Ona qədər ev işlərimi görüm. Rəfiqəm hazırlanana qədər. Bir-iki dənə sifarişim var internet yoldan. Oğlum sağ olsun gətirib. Amma kargomun yarısı gəlib, yarısı gəlməyib. Bir dənə belə bir kollagen sifariş verdim özümə. Kiperin. Amma tabletkasını, tozu bilmədim. Tozunu içə biləcəm. Amma tabletka rahatdır da. Amma deyəsən daha effektli tozdur. Hələ ki ev yox, tabletkasını içim. Onsa 3 ayzaq içmək lazımdır buna. Ümumiyyətlə kollagen deyil, həmişə içməlisən. Növbəti dəfə tozunu sifariş verərəm. Sonra bir dənə belə krem sifariş verdim. Bunu bahalıdır. Bizim puluna deyəsən 60 manat, yoxsa 70 manat. Amma səhifənin özündən, rəsmi öz səhifəsindən sifariş verdim. Yəni orijinaldır. Bu kollagen tərkibli üst kremi də çox qəşəngdir. Yəni çox qəşəng deyəndə orada tərkibini oxudum. Qiyməti də baha olduğuna görə yəqin ki, keyfiyyəti də yəni möhtəşəm olar. Belə gözləyirəm. İstifadə edənlər varsa direktə yazsın, yaxşı nəticəsini görənlər varsa direktə yazsın. İnşallah yaxşı çıxar. Sonra üzüm üçün maskalar sifariş vermişdim. Amma maska mən bu qədər bir dənə sifariş verməmişdim. Çox sifariş vermişdim. Bir dənəsi gəldi. Yəqin ki, digər kargodadır. Ona bərabər gələcək. İnşallah xeyirsə. Qızlar, sizlə bir şey bölüşüm. Demək, mən elə bilirdim bu tabletkadır, amma tozlu, sadəcə kapsul şəklində. Məsəl üçün, mənim kimi o tozların tadı biraz pis olur, axı suya qatıb içsə xoşuma gəlmir. Mənim kimi, məsəl üçün, belə tabletka şəklində istəyənlər varsa, yəni tabletka deyil. Baxın, bunun içində həmən tozlardır. Birini içdim. Tozlu sadəcə belə kapsula şəklində. Yəni həmən o suya qatıb qarışdırıb içdiyi toz, hadə bu. Yəni eyni şeydir içi. Sadəcə bəzi adamlar tozu içə bilmir, dadı xoşuna gəlmir deyənə, onlar üçün bax belə içinə istehsal ediblər. Məncə bu daha rahatdır. At maşına, at suya, əlvin altında. Gündə bir dənə iç bilmirəm, gündə bir dənə içirlər, gündə 2 dənə içirlər. Gərək səhifəsindən girəm oxuyum. Çünki burada yazılır.